Pokrovskda Rusiyanın yay kampaniyası üçün əsas missiyası rəsmi şəkildə uğursuzluğa düçar olub. Bu, Putinin göstərişi və təyin etdiyi müddətin birbaşa pozulması deməkdir. Euromaydan press media orqanının yazdığına görə bütün Donbası ələ keçirmək əvəzinə Ruslar minlərlə əskərini və yüzlərlə zirehli texnikasını itirib. Amma Pokrovsku belə tuta bilməyiblər. Ukrayna qoşunları Dobropilye istiqamətində təmizləmə əməliyyatı başlayıblar. Xüsusilə də son uğursuz mexaniləşdirilmiş hücumlar zamanı Rus texnikasının qəbristanlığına çevrilən Volodymyrivka ətrafında günlərlə davam edən amansız döyüşlərdən sonra onlarla Rus tankı və zirehli texnika indi tarlalarda səpələnmiş və yanan vəziyyətdə qalıb. Nəşriyyat və kamikadze dronlarının dəstəklədiyi Ukraynalı piyadalar bu zonada axtarış aparır. Zirzəmilərdə və kallar arasında gizlənən sağ qalan Rusları hədəf alır. Belə yeriyə bilənlər qaçmağa çalışırlar, lakin öz xətlərinə doğru şərqə deyil. Nikomarivka və Zaçok istiqamətində həftələrlə mühasirədə qalmış Rus qüvvələrinin arasına sığınmaq üçün daha dərinə çəkilirlər. Ukrayna əskərləri bildirirlər ki, bu xatif qaçış cübdə daha çox Rus hərbçisinin toplanmasına səbəb olur və onların öz taylərini mühürləyir. Amunisiya az, ərzaq məhduddur, çıxış yolları isə yoxdur. Bu Ruslar faktiki olaraq öz ölüm tənlərinə doğru addımlayırlar, deyə Euromaydan press qeyd edir. Cübdəki hər əlavə Rus əskəri Ukraynalıların onları dron atəşi altında tapıb məhv etməsini daha da asanlaşdırır. Ukraynanın baş qərargahı sabit irəliləyişi olduğunu, bir neçə kvadrat kilometr ərazinin azad edildiyini və Volodymyrivka ilə Mayak üzərində nəzarətin möhkəmləndirildiyini bildirir. Silahlı qüvvələrin baş komandanı Aleksandr Sırski cəbhəyə səfəri zamanı açıqlayıb ki, hələ də ərazidə gizlənən Rus kəşfiyyat qruplarını və ayrı-ayrı bölmələri zərərsizləşdirmək üçün əks-diversiya və təmizləmə əməliyyatları davam edir. Sırski deyib ki, o Dobropilye əks hücumunu idarə edən komandirlərlə sahə müşavirəsi keçirdikdən sonra qüvvələrin fəal şəkildə fəaliyyətini davam etdirəcəyini planlaşdırır. Avqustun 21-dən bəri Ukrayna qoşunları 13,945 Rus əskərini zərərsizləşdirib. Onlardan 8400-ü öldürülüb, 5,400-ü yaralanıb. 124 isə əsir götürülür. Əməliyyat artıq konsolidasiya mərhələsinə keçib, bölmələr logistik marşrutları təmin edir və azad edilmiş ərazilərdə möhkəmlənirlər. Euromaydan press yazır. Bu vaxt Ukrayna dronları geridə qalan Rus əskərlərini və təchizat vasitələrini ovlamaqda davam edir. Yeni Rus qüvvələrinin ön xətə çatmasının qarşısını alır. Rusların yay hücumu yeni Donbasın qalan hissəsini ələ keçirməli olan əməliyyat Pokrovskun ələ keçirilməsi ilə başlamalı idi. Pokrovsk Ruslar üçün mühüm logistik mərkəz sayılırdı. Bundan sonra Rus generalları Kostiantynivka-Slavyansk müdafiə xəttini yan keçmək üçün şimala doğru hərəkət etməyi planlaşdırırdılar. Bu məqsədə 100 mindən çox əskər cəlb olunmuşdu və aylarla davam edən danışıqlarda sürətli nəticələr vəd edilirdi. Amma nəticədə Rusiya ordusu heç bir strateji məqsədə nail ola bilməyib. Yalnız tarlalar, meşə zolaqları və cəbhə boyunca kiçik yaşayış məntəqələri ələ keçirilib. Dobropilye istiqamətindəki qısa müddətli irəliləyiş belə biabırçılıqla nəticələnib. Pokrovsku mühasirəyə almaq üçün planlaşdırılan bu böyük irəliləyiş tam bir fəlakətə çevrilib.